Değerli dostlarımız, sizlərə bu günləri Nərimanov rayonunda, değerli izləyicilərimiz, 212 nömrəli məktəb tam yaxınlıqda, Araz Market binanın altında, Günəş Hamam tam yaxınlıqda, bütün yaşa obyektlərinə yaxın bir ərazidə sizlərə padmayak obyekt təqdim eləyəcəm. Obyektimiz 602 kvadratlı 2-ci mərtəbədə yerləşir. Değerli dostlarımız, mənzil kimi 14 otağa bölünüb, 14 otağa. İstəsəz 3 otaqlı, 2 otaqlı obyekt kimi də satmaq şansınız var, Qiymət isə, değerli dostlarımız, obyektin içərisində sizlərə qiyməti təqdim eləyəcəm. Səhifəni bəyənin, like eləyin, sizlərə gedişli, gəlişli yerdə, şəhərin əla bir yerindən obyekt təqdim eləyir. Obyektimizin alt şəraitində Araz Market yerləşir. Videoda görülən ön ağ şüşədən digər tərəfə kimi obyektin ərazisidir. Obyektin ərazisi 602 kvadratdır. Keçək obyektin içərisi ilə sizləri tanış eləyək. Değerli dostlarımız, gedişli gəlişli yoldur. Hər tərəfə gedişi gəlişi var. Obyektin alt 1-ci mərtəbəsində Araz Market yerləşir. 2-ci mərtəbədə obyektimizdir. Keçək obyektimizə doğru. 16 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Binanın həyətyanı sahəsində uşaq əyləncə mərkəzi üçün yerləri də var. Değerli dostlarımız, binanın obyektin 2-ci mərtəbəsinin 3 çıxışı var. 3 çıxışı, giriş çıxışı var. Keçək təqdimə eləyək, gəl. Gəl zəhmət olmasa. Demək, bir izahat verəcəm, değerli dostlarımız. Qarşıda görülən 2-ci mərtəbə, bu 2-ci mərtəbənin pəncərəsi obyektdən başlayır, düz bu sahəyə kimi. Bu şüşəsiz sahəyə kimi başlayır, değerli dostlarımız. Çöldən keçid etmək üçün, bu birinci qapı, değerli dostlarımız, bu birinci qapıdır. Buradan pilləkən vasitəsilə 2-ci mərtəbənin obyektinə daxil olmaq olur. Pilləkən obyektin xüsusi özünə malikdir. Bax, beton pilləkən vasitəsilə qalxır və digər sahədən buradan da keçid etmək olur pilləkən sahəsi ilə. Və birbaşa, değerli dostlarımız, birbaşa buradan, gəl bura, zəhmət olmasa. Birbaşa bu sahədən 2 ədəd lifti var. Sigma liftlərdir. Yük lifti və piyada üçün lift, sərnişin üçün lift. Birbaşa mənzilə qalxır. Binanın 2-ci mərtəbəsinə, obyekt sahəsinə qalxır. Keçək biz beton hissədən başlayaq təqdimata. Gəl. Sıfır 55 291 35 65 mənim əlaqə nömrəmdir. Beton pilləkən vasitəsilə birbaşa obyektə qalxır. Beton pilləkən obyektə qalxır. Ehtiyatlı qalx. Bölgülər bölünüb, 14 otaq bölgü var, değerli dostlarımız. 14 otaqlıdır. Sənət, qeyri-yaşayış, kupça, 2-ci mərtəbə sahəsi buradan başlayır. Beton pilləkən sahəsindən başlayır. Qiymət isə 2.500.000 manat deyilir. Real müştəriyə indirim də nəzərdə tutulub, değerli izləyicilərimiz. Başladıq klinika kimi, bağça kimi, uşaq əyləncə mərkəzi, Nərimanovun əla bir yerində, metroparka, McDonald's'a, bütün yaşa obyektlərinə yaxın bir ərazidə yerləşir. Birinci qapı vasitəsilə buradan da tanış olaq, zəhmət olmasa sonra qayıdarıq. Buradan keçid edib digər sahəyə. Gəl bura. Aşağıda təqdim etdiyim pilləkən, beton pilləkən vasitəsilə buradan çıxış giriş etmək mümkündür. Bu 2-ci qapı. 3-cü qapı beton pilləkəndir. Gəl bura. Buradan bir bölgülərdir. Burada lift sahəsi yerləşir. Çək buranı zəhmət olmasa. -2-dən qalxır. -2-dən 16 mərtəbəli binadır. Sigma liftlər, yük liftləri. Hal-hazırda burada remont olmadığına görə liftlər bağlanıb. Keçək bu sahədən təqdimata. Geniş bir şəkildə otaqlara bölgülər var. Otaqlara bölgülər. Hamam tualeti bir tərəfə bölünüb. Yataq otağı bir tərəfə, qonaq otağı bir tərəfə. Gəl bura. Buradan değerli izləyicilərimiz, Araz Market solda qalır. Binanın tinində. Rus qıyısı kimidir. Buradan istəsəz obyekt şəraiti açmaq da mümkündür. Obyekt açmaq da mümkündür. Hamısı rahatçılıqla bölgüləri var da. İstəyirsən mənzil kimi al. Sənət qeyri-yaşayış kupça. Kim alacaqsa onun adına çıxacaq. Qeyri-yaşayış kupça. Belə mənzil kimi də istifadə eləmək mümkündür. Demək,
O qədər bölgülər bölünür ki, dəyərli dostlarımız, biraz zaman ala bilər, vaxt ala bilər. Buradan digər bölgülərdir. Tikinti burada qurtarır. Tikinti sahəsi. Yəni bu obyekt bu sahədən qurtarır, düz üzü o başa kimi, binanın tininə kimi. İstəsəz buradan da pilləkən sahəsi yarada bilirsiniz. Pilləkən yarada biləcəyiniz sahələri sizlərə bir-bir izahat verəcəm. Gəl bura. Və buradan əlavə xərcə ehtiyac yoxdur. Pəncərə sahəsi qoyulub, beton dağıdılmır, kərpic sökülür buradan. Pilləkən qoyulur binanın önünə tərəf. Bu bir, qapı pəncərə açmaq üçün yer. Yəni liftlə də çıxa bilərsən, adliyin özünə aid beton pilləkən sahəsi var. Burada da əlavə otaq kimi yaradılıb və binanın öz həyətyanı sahəsinə baxır. Çox böyük bir genişliyə malik otaq sahələri var. 14 otaqdır, dəyərli dostlarımız, 8 mənzildir, 8 mənzil. 8 ədəd mənzildir burada. Hamam tualet bölgülər digər sahədə var. Buradan da eyvan sahəsi kimi yaradılıb, binanın önünə baxır. Zəhmət olmasa gəl buranı da təqdim eləyək. Binanın həyətyanı sahəsidir. Uşaq əyləncə mərkəzi kimi, oyuncaq parkı zadı, hər bir şey var. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Tez-tez qısa zamanda tez çəkək ki, dəyərli dostlarımız hamısına baxa biləsiniz. Bu sahəni təqdim etdik, bu sahəni etməmişik. Gəl bu sahəni də təqdim edək. 2 ədəd də burada otaq sahəsi yaradılıb. Buradan da eyvan kimi arka şüşə sahəsi var. Digər sahəni də təqdim elə oranı. Monolit betonla bölünmə ara kəsmələrdir. Buradan lift sahəsini qeyd etdik. Demək, obyektin bir hissəsini yekunlaşdırdıq. Keçək bu hissə ilə də tanış olaq. 2 milyon 500 min manata real müştəriyə indirim nəzərdə tutulub, dəyərli dostlarımız. 2 milyon 500 min manata real müştəri əlaqə saxlasın, səhifəmdə nömrə var. Nömrə ilə əlaqə saxlayın. Nərimanovun Centri, McDonald's 212 nömrəli məktəb, Günəş Hamam restoranı bütün yaşa obyektlərinə yaxın bir ərazidə yerləşir. Adla tanınan bir binadır, adla. Geniş bir şəkildə. İstəsəz burada da bölgü sahəsi yaradılmayıb, obyekt sahibi bölgü yaratmayıb. İstəsəz buranı da bölüb ev kimi də satmaq olur. İkinci mərtəbədir, ikinci mərtəbə. Ev kimi sata bilərsiniz, dəyərli dostlarımız, alıb evdə yarada bilərsiniz. Amma hal-hazırda obyekt kimi satışı nəzərdə tutulub. Demək, burada bir mənzildir, burada hamam tualet sahəsi yaradılıb, qonaq otağıdır. Eyvana keçid mümkündür. Burada digər yataq otağı, eyvana keçidi var. Burada da eyvana keçid var. Arka şüşələrinə yığılıb. Hal-hazırda binanın birinci mərtəbəsi obyekt kimi nəzərdə tutulub. Araz market işləyir, dəyərli dostlarımız. İkinci mərtəbəni də alıb, hal-hazırda təqdim etdiyim sahəni klinikaya verə bilərsiniz, uşaq əyləncə mərkəzinə verə bilərsiniz. Nə bilim, bütün yaşa obyektlərinə yararlıdır. Bütün yaşa obyektlərinə. Bu da bir mənzil, ikinci mənzil və sonuncu mənzil. Bura tikintinin, obyektin sonuncu yeridir. Digər sahədən də pilləkən sahəsi qoymaq mümkündür və bu sahədən də dəyərli dostlarımız pilləkən sahəsi yarada bilərsiniz. Durduğumuz hal-hazırda yer Araz marketin üstüdür. Qəbrazlı pilləkən sahəsi yaratmaq mümkündür. 2 milyon 500 min manata real alıcıya indirim nəzərdə tutulub. Həm mənim tərəfimdən, həm mülk sahibi tərəfindən. Gələn videolarda sağ olun, sağlıqla qalın.